Geçen dəfə bir paylaşımda oxuyuram ki, Azərbaycan gəlinlərinin iki dövrü olur. Birinci dövr hamını razı salmağa, hamının xoşuna gəlməyə çalışdığı dövrdür. Birinci dövrdə gəlin elə bilir ki, hamının üzünə gülərək, hamıdan üzr istəyərək tüm problemləri həll etmək olur. Misal üçün, çayı niyə belə dəmləmisən? Üzr istəyirəm, bir də olmaz. Nə geyimdi geyinmisən? Yaxşı, indi gedib dəyişərəm. Axşama qədər gülür, üzr istəyir, təşəkkür edir. İkinci dövrdə isə özünü də o hamının içinə saldığı dövr başlayır. Sistem yenilənib yeni versiya yüklənir. Misal üçün, çayı niyə belə dəmləmisən? Əgər istəmirsənsə su da var, su içə bilərsən. Nə geyimdə geyinmisən? Mənim geyimimdir. Bəyəndin? Bəyəndinsə nə gözəl. Yox, əgər bəyənmədinsə yenə deyirəm, mənim geyimimdir. Bizə gələndə təcrübəsizdir, sakitdir. Deyə gələn gedən hamı hünərini onun üzərində yoxlamaq istəyir. Artıq oyanıb öz sərhədini qoyanda isə olur bir qarın doğub qudurmuş gəlin. Bəs maraqlıdır, siz nə düşünürsünüz bu haqda? Ümumiyyətlə analiz etdiyiniz zaman təzə gəlinlə köhnə gəlinlərin arasında nə fərq olur? Gəlin rəylərdə yazıb biraz deyib gedib kefimizi açar. Yeməyin reseptini isə açıq olan hissəsində qeyd eləyəcəm.